Uşaqlar, bugün biz restorana gedirik. Bir Çin restoranına. Qədir də mən də Asiya mətbəxidir, belə deyim. Hə, bu arada salamlayırıq sizi. Üzrlü sayın birdən giriş elədik. Hə, biz ikimiz də bəyənirik Asiya mətbəxini. Mən əsasən Koreya mətbəxindən yola çıxıb Asiya mətbəxini çox bəyənməyə başlamışam. Qədir də Yapon mətbəxini çox sevdiyindən. Nəysə, indi gedirik Chikiyaki adlanan bir restorandır. 28-in yuxarı çıxışından, ikinci çıxışından çıxanda yuxarıya doğru biraz hərəkət edirsiniz. Sonra 2-3 tin, sonra sonra sola dönürsünüz. İndi göstərəcəm. Nəysə, 28-ə yerləşir. Biraz qəribə yerdə yerləşir. Çünki normalda bu kimi restoranlar biraz bu hansı Hilton otel tərəflərdə falan yerləşir də. Nəysə, gedirik. İndi gələcək içəri. Gəldik bura. İndi onsuz Sephora'dan 1-2 sifariş var idi. Onları indi açacağıq. Hələ sifariş də verməmişik bu arada. Mən Dynamax eləmişəm, Sephora'dan sifariş edirəm. Amerikada ümumiyyətlə Sephora Dynamax vasitəsilə nəsə alıram. Amma İspaniyadan Exfargo. Nəysə. Gəlin baxaq, görək burada nə var. Sephora'nın qablaşdırması çox pisdir, paketləməsi. Gördüyünüz kimi sadəcə bir pat-pata sarıb göndərib. Birinci çıxır, tester duxu. Bir dəqiqə, baxıram indi. Bir tester duxu çıxır, amma elə bil axıb. Sonra bundan bir dəfə tester kimi gəlmişdi. Çox qəşəng bir duxu testeridir. Bir də bundan. Sonra Hourglass'in tonal kremlərindən tester olaraq 3 ədəd götürmüşəm. Belə. Bir ədəd Glow Recipe'nin belə bir testerini qoyublar, amma mən bunu sifariş verməmişdim. Deməli, nə olur Sephora'da son vaxtlar? Sizin sifariş verdiyiniz, yəni ümumiyyətlə 2 dənə sample seçirsiniz. Duxu testerları seçirsiniz, onları göndərmir. Çünki yalandan deyir ki, stoklarda bitib, amma özü artıq onun satışı ilə məşğuldur. Çünki setlər çıxıb, kiçik tester parfüm setləri. Onun yerinə bunu göndərib. Yenə də gedib, bu arada sizə də belə bir şey baş verirsə, gedin Sephora'nın customer, nə ilə deyirlər ona? Müştəri xidməti ilə əlaqə saxlayın. Əgər lazımdırsa, mən sizə bildirərəm harada olur. Onlarla əlaqə saxlayın və deyin ki, siz mənə səhv tester göndərmişsiniz. Onlar da bunun bunun müqabilində sizə 25 point verirlər. 25 point da az deyil. Yəni, mən yenə də gedib alacağım. Bir dəfə eləmişdim, yenə də eləyəcəm. Əsas məsələm, Yves Saint Laurent'dan 2 belə dodaq boya sifariş vermişəm. Hədiyyə kartımdan, Emporium'dan alanda çox bəyənmişdim. Ona görə də gedib set halında 2 dənəsini aldım. Ümumilikdə bunlara, bilmirəm, 60 neçə dollar verdim. Biri 44 nömrədir, biri də 213 nömrədir. Amma mən bunları qərara gəlmişəm ki, bunları satım. Çünki çox da lazım deyil, çox məhsul var əlimdə. Qorxdum ki, biri yoxdur elə bil, biri aşağıya düşür. Belə bir şey, gəlin göstərim. Bir də kardım kocaman, onu sonra baxacağım. İndi baxmayacağım. Mən indi baxmayacağım. Çıxmır. Bir də bu nömrəsi. Əslində bir-birlərinə oxşuyurlar. I don't know. İkisi də satılacaq. Okey, belə. O birisini də açacağım, amma indi vaxtı deyil. Seçdik artıq. Sonra eləyərsin. Səhv etmirəmsə 2 dənə. Deməli, bizə Yaki String səhv olmaz. İndi seçirik. Bu arada, mən yenə də qıcıq oldum da Sephora'nın bu hərəkətlərinə.
Testerları göndərməyib. Əgər testeri göndərmək istəmirsənsə, Teriyaq yarışdası. orada qeyd edə bilərsən ki, bəs Yakın budur. şeydə də available deyil. Yəni orada əgər tester kimi bir seçim verirsənsə, mən onu seçirəmsə, artıq ikinci sifarişimdir. Hələ bunu açmamışam. Hələ açmamışam onu. Onda da duxu testeri olmalıdır. Yəni onu göndərmir. Mən də nəyin fərqinə varmışam. Bir də gördüm ki, keçən dəfələrdə Sephora'da gəzəndə yeni setlərə baxırdım. Yeni setlərdə duxu setləri çıxardıb Sephora. Hələ ki bu yeməklər olsun, Yəni, son içkilərə baxın. Sephora favoriteslər, yəni sevimlilər deyilən bölümü var hər il. İlin axırı filan setlər çıxardır. Bu dəfə də duxu setlər çıxardıq tester olaraq. Siz təsəvvür edin ki, 30 neçə dollara satır. 10 dənə tester balaca belə. Mən də fərqinə vardım ki, ona görə bizim sifarişlərimizi göndərmirlər testerlarımızı. Heç düzgün hərəkət deyil. Nə seçdik? İçki içməyəcəyik, hə? İçki seçmədik. İçəcək seçmədik. İçəcək çoxdur, nə istəyirsən? Onlara uyğun nəsə ola bilər, fərqli, həmişə istədiyimiz, içdiyimiz şeylərdən yox. Amma şey var, soju. Soju var. Soju, soruşaram. Soju varsa olar, çünki çox denemək istəyirəm sojunu. Bazısı özünə də məxsus belə içkilər var, bir manaşlar Çeri var. şişo, bombiyi, udon frutleçi. Ne qəşəng görsənir. 5 alaq bir dənə. Ya 2 dənə. Bir dənə, 2 dənə. Hocam bu arada şeydən istifadə elə də. Bizim ekspresdəkindən. Niyə? Yine də yəni niyə özümüzü şeyə salırıq? Puldur da qoyacağıq. Pulun olanda qoyarsan. Sadəcə yadına sal ki, nə qədər qoymaq lazım. Ya olsa qeydiyyatına aparıram. Və bu içkilərdən nə məsləhət ümumiyyətlə Asiyaya məxsus? Asiyaya məxsus. Soju var. Bəli var. Soju, hansı meyvə Sadə var, bir də üzümlü var. Sadə. üzümlü olsun, onda üzümlü seçək də. İçədi. Məncə 2 dənə, bir dənə soğuk manat. Bir dənə 33 manat. Bəli. Onda elə bir dənəsini götürək. Deməli qızlar, ikinci sifarişimi açdım, amma siz görmədiniz. 2 dənə Too Faced'in belə paletkasını sifariş vermişəm. Çox qəşəng paletkadır. Gəlin birinə baxaq. Restoranda da kargo açmaq nə bilim. Burada asistant gəldi, kamera haqqında danışırdı. Kamera ilə maraqlanırdı. Ona görə Oy. Mən nəsə elədim amma. Nəysə, belə paletkadır. Çox qəşəng güzgüsü var. 3 ədəd ənliyi, bir ədəd də belə highlighteri. Bu krem teksturada olmalıdır və çox qəribədir. Burada belə qapaq var. Baxın. Bu qapağı belə açırsınız və bundan istifadə edirsiniz. Çünki krem məhsullar elədir ki, onun üzərinə balaca küçüklər, zibil falan kirlənə bilər də. Hə, bu highlighter. Bunu sifariş vermişdim, okey. Testerlardan biri budur. IT Cosmetics'in belə foundation, tonal krem testeridir. Sonra Too Faced'in tonal kremlərini seçmişəm 3 ədəd. Bunun yerinə mən yenə də duxu testeri vermişdim, amma göndərməyiblər. Yerinə Anastasia Beverly Hills'in Luminous Foundation, yəni tonal kremlərindən tester göndəriblər. Artıq mən Sephora'ya sözüm yoxdur. Həqiqətən güvəniləcək bir yer deyil. Bir də ki, pointlərimlə, yəni ballarımla Lancome'un belə aydın maskarasının mini boyunu sifariş vermişəm. Hissəsinə baxın, necə qəşəngdir. Çox qəşəngdir. Tam belə Tokyo havası verir. Elə bil ki, Yaponiyada oturmusunuz. Elə bil ki, Yaponiyada hər hansısa bir restoranda oturmusunuz da. İnşallah Yaponiyaya da gedərik. Qədir çox istəyir getsin. Bu arada qızlar, danalarımı düzəltmişdim, uzun eləmişdim. Bir
sizə də video çəkirdim. Amma videonu çəkən yerdə aldığım freezer aparatı işləməməyə başladı. Mən də əsəbidən artıq videonu dayandırdım. Aldığım yerə qəşəng şeylər yazdım. Sonra başladım onu təmir eləməyə. Açdım, next dəfə baxdım. Axırda bir cür bitər düzəltdim. Amma artıq video çəkməyə konkret axotam yox idi da. Qızlar, mənim çoxdandır içmək istədiyim bir içki var idi. Mən K-dramaya baxırdım. Bilmirəm, sizdə aranızda K-drama izləyənlər var ya yox. Belə socular Koreyalıların milli içkilərindən biridir. Çox qəşəngdir. Belə fərqli aromalarda olur. Məsələn, meyvə aromalarında olur. Mən əsas istəyirdim ki, bir dənə şey olsun. Üzüm ən çox istəyirdim. Bir də ki şeyi, şaftalını. Üzümlü tapdıq. O qədər qəşəngdir ki, yadınızdadırsa yayda bir dənə Tokyo nə bilim nəyə getmişdim. Pin Tokyo. Yapon restoran. Oktyabr idi anlasın, oktyabr. Hə, şeyə getmişdim. Pin Tokyo deyilən bir yerə getmişdim. Orada satırdılar soju, amma baha idi. Çox sağ olun. Yeməklərimiz də gəldi. Birini qurtardıq. Aa, nə qəşəng görsənlər gəlir bu. Çocuklar, bu çox gözəl. Bu şey sanat olaraq yanındadır. Aa, sanat olaraq yanındadır. Nəsə belə indi göstərərəm sizə. Möhtəşəm bir şeydir. Hə, məndə belə bir noodle'dur. Çox qəşəng noodle oxşuyur. Orada özünə sifariş. Həqiqi? Sorry. You can't. O vilka ilə yeyir. İndi göstərərəm. Aa, bunun içində belə şey də var. Adusey, nə deyirlər buna? Brokoli. Qəşəngdir. Toyuqlu da. Neysə qızlar, yeməyimizi bitirdik. Mən çox bəyəndim yeməkləri. Mütləq gələndə hansı yeməkləri idi? Pendir qızartmasını tövsiyə eləmirəm, çünki çox soslu idi və necəm çox duzlu idi. Yəni həm duzlu, həm çox acılı. Düz acılı mənə çox da şey eləmir, amma duzlu çox da bəyənmirəm. Həqiqətən çox duzlu idi. Amma digərləri çox qəşəngdir. İndi deyəcək qədər adlarını. Digərləri bu ikisi. Deməli, biri günəşli teriyakidir, ərişdəsi. İkincisi də ki, yaki noodle'dur, baxın. Burada elə əpini açacaqsınız, görəcəksiniz. Biri 15 manatdır, biri 14 manatdır. Mən 15 manatlıq götürmüşdüm, çox dadlıydı, içi brokolili olan. Sonra gəlin sizə o birisini də göstərim. Bilirəm. Sonra yaki strings deyilən bir yemək, pendirli, qızardılmış pendir sifariş verdi. O çox da yaxşı değildi. Çox dediyim kimi duzlu idi. Bu arada yeməklərin yanında şey gətirdilər. Bir dənə, bilmirəm də o hansına aid idi, toyuğa. Bir dənə də toyuq sifariş verdi. Qoy onu da deyim sizə. Dayan görüm hardaydım. Yangyom toyuq sifariş verdi. Çox dadlıydı. Çox qəşəng sosu var idi. Məncə gələndə onu da mütləq alın. Burada bizim sifariş verdiklərimizin yanına bir də biz soju sifariş verdik. Qurtardıcı 33 manat aydı səhv eləmirəmsə. Düzdür, biraz bahadır, amma Azərbaycanın milli içkilərlə olmadığına görə o qədər baha olur. Üstə gəl, nə deyəcəkdim? Bu arada çox dadlıdır, soju da çox dadlıdır. Üzümlüdür, üzüm dadını xoşlayırsınızsa mütləq alın. Xanım, buradadır da, bu işdir. Yanında bu arada salat gətirmişdilər, videoda çəkdim, göstərdim. Salat, bir də ki toyuğun yanında da turp turşusu. Bu arada turp turşusu çox dadlıymış. Biraz düzdür, bunda şirinliyi də var idi, çox dadlıydı. Mən bunu mütləq sınayacağım, evdə eləyəcəm. Toyuq 15 manat idi, yeməklərdən biri 15, biri 14, soju 33. Sonra pendir də 6 manat olmalıydı. Qəşəng idi. Xoşuma gəldi, qəşəng. Bir dənə şey yaxşı deyildi. Pendir. Pendir. Saçaq pendir, qızardılmış saçaq pendir.
Yanyem sosundaydı sən, yanyem idi. Yox, o başqa idi. Yanyem idi. Bilmirəm, o Yəni başqa. nəsə bir sosda olan bir saçaq pendiri, sosun dadından dolayı çox duzludur. Ümumiyyətlə bu Asiya mətbəxinə aid olan soslar çox duz bazlıdır. Məsələn, soya sosu özü də duzlu bir sosdur. Ona görə aşırı duzlu və acılı gəldi. O qədər bəyənmədim, amma qalan yeməklər əla idi. Super. Xoşumuza gəldi. Ambiyans da çox qəşəngdir. Hər şey çox əla idi. Çox təşəkkür edirəm həyat yoldaşıma. Çünki birinci, neçənci kurslardansa Koreya filmlərinə, seriallarına baxmağı, K-dramalara baxmağı çox xoşlayırdım. Və həmişə baxanda soju görürdüm. Orada soju içmək istəyirdim. Və nudullar onu çox xoşduram. Amma biz Qədirlə sevgili nişanlı vaxtından belə çoxlu nudullar yeyirik. Yeyirik. Asiya mətbəxini çox sevdiyimizə görə, nə bilim, sushi olsun, nudullar olsun, fərqli Asiya mətbəxindən qidalar test eləyirik. Amma bu dəfə həqiqətən aşırı çox yaxşı oldu. Bir dəfə də birinə getmişdik, Katsuya deyəsən getmişdik. Bir də Katsu var. Hardadır o? 28 tərəflərdədir də. Sahildə. O da çox yaxşıdır. Onun çox yaxşı nudulları, nudul nə deyirlər? Ramyonları olur. Çox qəşəngdir. Məncə gedin, belə experience-lər yaşayın. Gedib hər dəfə KFC-yə, nə bilim, McDonald's-a getməkdənsə, məncə belə yerlərə gedib yeni dadlar kəşf etmək çox daha qəşəngdir. Bugün gözəl görünürəm deyə danışığım da istər-istəməz özgüvənimi artır. Özgüvənimi artır, başlayıram tamamilə başqa cür danışmağa. Bu arada son 2 videomuz barədə olan Qədirlə bu isti əllər, soyuq ürəkdə, bir də ki dostlarımız getdiyimiz axşam gəzintimiz heç baxılmır. Çok tesif hissiyle demek istiyorum ki neden bakmıyorsunuz. Yani həqiqətən çox maraqlı videolardır. Məsələn, mən YouTuberlardan bu kimi kontentlər gözləyərəm. Çox maraqlı, bir-birlərinə belə şirin də olsa söz atmalar vlogda. Bunları eləməyə çalışmamışıq əslində. Real həyatımızı çəkmişik. Biz gündə Qədirlə o vəziyyətdəyik. Yəni belə pis çıxmasın. Yaxınlarımız tərəfindən də bizim evliliyimiz çox arzu çox arzu oluna. Gəlibləşsin plan yazacağım, yeməyi bişirəcəm. Bozbaş bişirəcəm də, bozbaş bişirəcəm, kartof falan almalı. Bir də sabahdan diyetadayam artıq. Pilates müəlliməmin elə bir yanından yazılmışam. Həm pilates müəllimimdir, həm də ki diyetologumdur. Görək nə qədər arıqlaya biləcəm, sizə də deyəcəm. Əslində çox da kökənmi yox. Kök deyirəm, amma artıq kilolarım var və bunu bəyənmirəm hər qadın kimi. Bəlkə də özümü sevib bəyənməliyəm, amma mən bilirəm ki, özümü çox sevib. Mən bu bədəni çox sevirəm desəm, çox yeyəcəm. Bildiyiniz kimi yeməyə də çox düşkünəm. Fərqi yoxdur, yəni ev yeməyi, çöl yeməyi, düz əsas fast foodu xoşlayıram. Çünki evdə yemək bişirmək mənim üçün çox, necə deyim, vaxt itkisidir. Çünki 15 dəqiqəlik yemək yeyəcəksiniz, amma yeməyə bişirirsiniz, qablar tökülür qalır, qabları yumaq lazımdır. Yəni yemək bişirərkən olan qablar, sonra yemək yeyəndən sonra olan qablar falan, o mənim əsəblərimi çox həssiz körlüyor. Ona görə də çöldə yeməyə çox xoşlayıram. Temu bağlamalarım gələcək. Çox gözəl məhsullar sifariş vermişəm Temudan. Kameramla bağlı. Çox gözəl, belə cici-mici. O qədər gözəl məhsullardır ki. Bir dənə gəlsəydi, mən işıq falan da sifariş vermişəm. Ay dedim, sürprizi bozdum. O gəlsin, biz sizinlə birlikdə çoxlu qəşəng videolar çəkəcəyik. Make-up testinglər eləyəcəyik. Çünki baxıram ki, 3-5 məhsul olan insan da bunu nəyisə test edib paylaşır. Amma mənim 100 plus məhsulum var. Bəlkə ondan da çox. Amma mən heç nə eləməmişəm. Bu arada bugün həyat yoldaşım mənə evlilik il dönümümüzə görə insanlarla bir palet sifariş verib və bir dənə də bronzer. Çox istirdim o bronzerla paleti. Təşəkkür edirəm özünə. Onu çox sevirəm. Allah sizə də mənim həyat yoldaşım kimi birik qismət eləsin, amma çox da artığını tövsiyə eləmirəm. Yox, arzulamıram. Necə başa düşmədim, siz məndən yaxşı eləməlisiniz. Anlamadım. Neysə, şiddədim. Öpürəm səni, sən çox gözəl həyat yoldaşısan. Gözləməsin, Allah sən heç başımın üstünə əsk eləməsin. Çünki bütün arzularımı həyata keçirdir, bir-bir. Yəni, bilmirəm sizə qızlar necə tapmaq lazımdır belə bir insan. Qızlar, özümü çox bəyənirəm bu arada. Qədir haçan deyir ki mənə, yəni mən onu demirəm ki necəyəm. Yəni bunu demədən Qədir mənə deyirsə ki, sən bugün make-up'ın çox qəşəng olub, deməli mənim make-up'ımı çox bəyənir. Məcburi şəkildə demir, bunu da çox bəyənirəm. Çox qəşəngdir. Belə, yeməklərimiz artıq gedir. Durmalıyıq. Biz ancaq nəslilə nə lazımdır? Nə bilim,
Ruski yazıçını danışım. Allah cezamı vermesin. Cəmaət rus dilində danışıb pis demirlər. Mən ingilis dilində, mənim peşəm ingilis dilidir də. Yəni mənim günümün yarısı ingilis dilində keçir. İngilis dili öyrətməliyəm və s. Gəlib yazırlar ki, niyə ingilis dilində sözlər istifadə edirsən? So what? Yəni yenə də bax gördünüz. İşte ingilis dili biliyorum ben. Neyse işlədim. Kocam sen ne demək istəyirsən bugünlə bağlı? İstəmirəm. Sağollaşırıq sizlər. Əsən qalın. Nə qalın? Əsən. Əsən qalın. Hə. Çox müdrik kocamdan. Bu arada neçə aydan sonra üzüyümü taxdım. Mən bu üzüyü çox xoşlamıram. Niyə görə? Xoşduram. Amma bunun belə görünməyini çox xoşlamıram. Amma bu günlər fərqinə vardım ki, çox gözəl görünürmüş. Mən niyə görə üzüyümü taxmamışam. Neyse qızlar. Hadi bay. Videonu bəyənin, komment yazın. 3 nəfər ancaq komment yazır ya. Həqiqətən 3 nəfər. Bu arada bilmirəm bilirsiniz ya yox, mən 3 ən aktiv izləyicimə hədiyyə seçib verdim. Düzdür, biraz çətin oldu o vermə məsələsi. Yəni o hədiyyəni vermə məsələsi. Çünki hamısı rayonda qaldı. İnan elə məhsullar deyil ki, yəni o bir də kargoya pul verim göndərim. Ona görə də yaxşı olardı ki, elə şey olsun. Nəysə siz də aktivlik göstərin. Amma yeni bir hədiyyə təzədən verəcəyim yox. Veriləcək. Biraz pullaşım sonra. Özünüzə yaxşı baxın.